Deyir ki, bir insanın qəlbində Həzrəti Zəhraya məhəbbət varsa, bu göstəricidir ki, Allahın ona nəzəri var. Nə qədər günahkar da olsa. Nəyi itirirsənsə itir, bu eşqi itirmə. Həzrəti Fatimənin məhəbbəti göstəricidir qəlbin paçlığına. Və şükür Allaha, Allah özü şahiddir ki, bu bizim ürəyimizdə var. Allaha şahid gətirirəm xanım Zəhra məclisində ki, hər məclisində bunların, hər məclisində, Həzrəti Zəhra məclisində adamın hikməti artır. Adam məclisdə oturur, ömrü boyu başa düşmədiyi həqiqətləri Allah insanlara bəyan edir. Mən hərdən demişəm ki, mən danışa öyrənmişəm sizinlə bir yerdə. Bu mənim sözlərim olmur. Bu xanımın məhəbbətinin, eşqinin, məclisinin inayətidir, bərəkətidir. Bunu mən təcrübədə hiss eləmişəm. Bu sözdə yox. Özüm həyatımda mən deyim sizə, öz barəmdə deyim ki, mən nəsə əldə eləmişəmsə həyatda bu məclislərdə eləmişəm. Cəbrail nazil olur, soruşur ki, ilahi bu kisanın altında olan, bu əbanın altında olan kimlərdir? Cavab belə gəlir, hum Fatimə və əbuha və bə'luha və bənuha. Deyir, onlar kimdir? Fatimə, atası, həyat yoldaşı və oğlanları. Görün Fatimə kimdir? Mehvərdir, mərkəzdir. Fürsət məsuliyyət gətirir. Biz istənilən fürsət istifadə olunmayanda insan üçün təhdidə çevrilir. Bunlar qaydalardır. Bax, fikir verin, ud'uni əstəcib ləkum. Məni çağırın, mən cavab verim. Bütün ruhanilər, bütün yox, bir çoxu. Burada dayanır. Cəmaat bəh, Allah deyir, çağırın, cavab verim. Dalı var, davamı var. Ud'uni əstəcib ləkum. Fürsətdir də. Çağırın, cavab verim. Allah ki, deyir, gəlin məni çağırın, cavab biri getmir, vecini almır. Dalıca buyurur ki, İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâhirîn. Deyir, kim təkəbbür eləyib gəlməsə, cəhənnəmə daxil olacaq. Allah intiqam almır, niyə gəlmədin? Hal, təbii qayda belədir. Fürsətdən istifadə eləmədinsə, imkandan istifadə eləmədinsə, imkan özü çevrilir olur sənin üçün yük. Bu qaydadır. Allah barmaq yerləmir ki, zorla gəl, gəlməsin səni cəhənnəmə aparacam. Bəzi adamlar Quranı səthi başa düşür, ayələri səthi başa düşür. Yəni, çağırın, cavab verin, bu bir fürsətdir. Yerindən tərpənmədin, saymadınsa, fürsətdən istifadə eləməmək avtomatik səndən asılı olmayaraq çevrilir olur bəla sənin üçün. Bunu izah edir, bunu ifadə edir. Həzrəti Zəhra eşq məktəbinin məzhəridir, anadır. Əleyhissalamın məktəbi isə eşq məktəbidir. Həzrəti Zəhra buna qarşı tək başına çıxdı və öz fəryadını ucaltdı. Belə buyurdu, bax, Əliyə itayət etsəydiniz yerdən göydən bərəkət yağardı. Çünki imamın başına toplaşanda adamlar ürəkləri incəlir, mənafeydən azad olur, başlayırlar bir-birini sevməyə. Dedi ki, Əliyini tanısaydınız, xoşbəxt olacaqdınız. Amma qəbul eləmədiniz, tanımadınız. Xanım Zəhranın fəryadı bax o cəmaatın o bədbəxtçiliyi üçün idi. Allahın vəlisinə kömək eləmək ən əsas dəyərdir. Onun ən bariz nümunəsi xanım Fatimə Zəhradır. Nəyi vardı Allahın vəlisinin yardımında əsirgəmədi. Və bunu eşqlə gördü. Yaralı Zəhra Geç səni tapşırdım Allah'a Yaralı Zəhra